2 manatlıq dönər. 6 manatlıq dönər. Bəli, Görək qarşılaşdırma. hansı yaxşıdır? 2 manatdan başlayırıq. Görək 2 manatlıq dönərin dadı necədir. Belə baxanda 2 manatlıq dönərin dadı. Bunun içinə baxaq bir dənə. Normal yəni şey var içində. Bunun üstü qəşəngdir. Videomuza like atın. Bu müqayisəni edəyin. Allah deyib başlayaq. Bismillah. 2 manatlıq əlbəttə ki, hamı bilir ki, toyuq dönərdir, yəni. 2 manat dadlıdır məncə. Yəni tuzsuz adı qəşəngdir. Mayonezsiz adı qəşəng. Baxın. Dadlıdır. Dostlar, bax siz məsəl üçün dönər yemək istəyəndə də, yemək ürəyi istəyəndə deyib hansı, necə deyim, qiymət olaraq deyən görüm, nəsə deyəcəkdim. Demək istəyir ki, qiymət önəmlidir, yoxsa dad önəmlidir? Hə, bax onu demək istəyirdim. Yorumlarda bildirin. Dad daha önəmlidir. Qiyməti baha olub, dadı pis olmaqdansa, dadı gözəl olsun, qiymət sonra 2 şeydir. İndi elə ki 2 manatlığı yoxlayırıq. Bəli. Əgər 6 manatlıq indi qiymətinə dəyməsə, üstəlik ətdir. Ət dönərdir həqiqətən də. Amma yəni 6 manatdır, çoxdur dostlar. Onun yəni 3 dənə toyuq dönəri yeyərəm. Dönər videomuz var idi, uşaqlıq sənin balacalığı var idi. Bəlkə bəzi izləyicilərimiz baxar. İndi bizə nə qədər izlənir bu? Nə qədər? Oy, çox izləyirəm. Hələ bizim son zamanlarda çəkdiyimiz 10 dönər qapışması hələ 15 min neydi? 75 min zad izlənmişdi. Dostlar, biz aktivliyim aşağıda 2 aydır video qoymuram. Sizdən sadəcə like və paylaşmağınızı gözləyirəm. Və bu arada bir dənə bu videoya şey qoyaq. UCL qoyaq bu şeyi. Hə, videonun hansı yerindəsə bir dənə UCL ödül qoyaq. Bəli. Dostlar, bu videonun başdan ayağa hərflər olacaq. Harasındasa izləyin. Künclərdə, ortalarda, görünməyən yerlərdə tək-tək hərflər qoyacağam. Və 5 dənə hərf var dostlar bu videoda. 5 hərfli söz var. Və onu kim tapsa bizdən 24 saatdan söhbət gedir. Bizdən 60 UC qazanacaq. Yəni şərhə yazacaq və 60 UC qazanacaq. O da az deyil ki dostlar. Yəni tapın 60 UC-nizi qazanın. Dadın nətər səncə? Puanımı ver də məncə şey. Qiymətinə görə yəni qəşəngdir. Bəlkə Yusifdə çağıraq yoxlasın dadın. Yusif bir dəqiqə deyir ki, bunlar dönər yeyir. 2 dənə dönər almışam dostlar. Biz yeyib qutaracaq, ona qalmayacaq. Ya mən ona görə çox yemirəm dostlar. Mən dadını aldım da şey, yəni ki, normaldır, 2 manatlıq dönərdir də, yəni nə deyə bilərik, nə qeyri-adi bir şey ola bilər. Yəni təmiz danışaq, çörəyi çox dadlıdır. İçi çox qəşəng doludur. Bəzi yerlərdə 2 manatlıq dönər dostlar, çox pis olur. Yəni həqiqətən də elə başdan gəldi eləyirlər. Hətta bir dəfə mən dönər aldım, yedim, ac yedim. Gəldim evə, inan ki, nə qədər yəni özümə gələ bilmirdim də. Yəni mədəm ağrıdı. Geyir gəl, geyir çıx. Elə bu vəziyyətdə idim və ona görə də bəzən qiymət də önəmli olur. Amma bu çox dadlı idi və həqiqətən də möhtəşəm idi. 2 manat dəyər. Və qiymətinə görə, bu dönərə görə əlbəttə 9 verərəm. Mən 9 verirəm. 9 puan. Məncə 9 puan. 2 manata çox ideal dönərdir yəni. Siz də dostlar ucuza əlbəttə qaçırsınız, yoxsa bahalı dönərə qaçırsınız, bunu da şərhlərdə bildirin. Bəli, növbətiyə keçək. Bunu dönərimizi qoyaq bura. Və əlbəttə ki, bahalı dönərimizin içini sizə göstərəcəm. Və bu 6 manatlıq dönərdir və içində ətdir. Ət Azərbaycanda bilirsiniz bahadır və ət də bollucadır dostlar, baxın. Ət də bollucadır. Və bunu 2 yerə böləcəyik əlbəttə ki. Bir dənə almışam çünki bahadır. 12 manat. Yəni 12 manat. 12 manat yəni 2 dənə dönərə vermək nə bilim. Çoxdur. İçi də çox baxın. Kağızat da var bunun içində. Kağıdı da var. Artıq burada qiymət dəyişinəyə görə ki, mayonezi məsələn bax oldu. İndən tutursan ki, yəni qiymət mayonezi oldu. Qiymət öz sözünü deyir. Əlbəttə ki. Başlayıram. Çox dadlıdır. Çox. Dəyərli 6 manat. Bəzən də baxın, bax belə bundan 3 dənə almaq olar ondan, amma bu da ala bilmərsən. Düzdür? Mən isə toyuq xoş deyirəm, amma ət yemirəm, əslində dönər. Dostlar, bu videoya like atsaz, növbəti videomuzu belə eləyə bilərik. Lavaş dönər, yoxsa belə çörək dönər. O da maraqlı olar. Onun da ətlisini, bir də toyuğunu eləyərik. Ət dönəri, yoxsa toyuq dönəri, bunu da müqayisə eləyə bilərik dostlar. Bəli, bu arada dostlar, UC və jetonlarınızı rahat və güvənli şəkildə ala bilərsiniz. Buradan çıxan nömrələrimizə yazırsınız və sizin xidmətinizdəyik dostlar. Bəli. Dostlar, bax indi bir dənə qəşəng sual deyəcəm. Ət dönəri, yoxsa toyuq dönəri? O yorumlarda yazın. Hansı da dadlı olur? Mənə görə toyuq dönəri. Mən məsələn ət dönərinə 6 manat vermərəm. Deyir,
Yumurta birinci yaranıb yoxsa xoruz? Xoruz yoxsa toyuq? Toyuq idi o bəlkə. Yox, toyuq tez yaranıb yoxsa yumurta tez yaranıb? Heç kim onun cavabını tapa bilməyib də ya. Məncə birinci toyuq yaranıb. Toyuq da yumurtadan çıxır axı. Məncə birinci İndi o yumurta. Məncə yumurta yaranıb. Məncə söhbət bilsə nədir? Toz quşu zad var ha. Onlardan yaranıb formalaşan bir məncə heyvan toyuq. Toz quşu ara, toyuq ara. Yox, o yoxdur bir dənə yekəb dənə qatır ayaqları uzun. Dəvə quşu, mən o deyirəm. Dəvə quşu ara, toyuq ara, uşaqlar. Yox, elə yox da biraz formalaşıb elə bir bu zəif olub məsəl üçün. Ondan sonra onun ürəməsi ilə toyuq yaranıb. Ola bilər də. Bəs sən nə fikirləşsən məsəl üçün? Çox tatlı deyil şey bu. Söhbət danışıram, dad vaxtıdır. Hə, bax mən sualıma cavab ver. Dəvə quşu yarana bilər də, yəni toyuq, o da toyuqdur, bu da toyuqdur. Uşaqlar, şəhərlərdə bildin, dəvə quşundan toyuq yarana bilər. Niyə olmasın? Çox maraqsızdır da yəni ki. O da yumurtadan çıxır, bu da yumurtadan çıxır. Ha, dəvə quşunun yumurtası da toyuq boydadır. Yox, söhbət yox, şeylə nəsən ki burada? Mən o sualın cavabı yoxdur da onda. Sənin verdiyin sualın cavabı. Toyuq birinci yaranıb yoxsa yumurta? Şəhərlərdə bildin, toyuq yaranıb yoxsa yumurta yaranıb? Əlbəttə ki, şəhərlərdə siz daha yaxşı bilirsiniz. Məncə elə toyuq yaranıb. Amma sən toyuq yoxdursa yumurta necə yaranıb? Mən başıma ilişdirdin o sualı. Yəni, saçmışam sən. Nə olub? Ayda, video boyunca mən açıq taxmamışam. Like gəlməyəcək. Uşaqlar, bu videomuza like atın. Çünki kanalımızın aktivliyi aşağıdır. Çoxdan da video qoymuram. Bu dəqiqə kimi izləmisənsə bir like-ını haqq edirəm də yəqin ki. 1000 like-dan bir video. Yəni gün söhbəti yoxdur. 1000 like gəldi, yeni video. 1000 like gəldi, yeni video. Bəli. Başqa söhbət yoxdur. Bəli, puanlamağa keçək. Məncə, mən başlayım. Ha. 9 bu. Daha nə oldu ki? Müqayisə ondan 6 manata dəyməz məncə. Toyuq dönəri alın gedin yeyin də. 3 dənə alaram, tıxa gedərəm. Onda 9 nəyə verirsən ki? Ona da 9, buna da 9. Yəni məncə onda düzgün olmur axı. Onda bərabərlik. Niyə ki 2 manatdır o. Qiymət fərqi var. Bu 6 manatdır. O 3 dənə alaram. Bildim, bunun puanı neçədir? 9. Daha nə oldu? Ona da 9. Bildin? Balansı toparlaya bilmirik axı. Yəni ona da 9, buna da 9. Onda ikisini də bəyənmirsən. Birini bəyənmirsən də əsas. 8 verirəm, yaxşı. Buna 8, ona 9 məncə yaxşıdır və qiymətinə görə əlbəttə ki 3 dənə obrisindən, yəni kasıb adamlar üçün, bizi kimi insanlar üçün daha səhvdir. Yəni eyni şeydir, sadəcə toyuqdur. Məncə buna ətə qiyməti çox baha olduğuna görə necə verirsən? 6. Qiyməti kimi 6 puan. Bəli, məncə bu günün qalibi dadsız idi. Toyuq dönərimiz oldu. Dadsız deyildi, dadsız deyildi. Yəni qiymətə bir görə babadır bizim üçün. Bəli, biz bir babadır. Bax, bu dönər bir babadır bizim üçün. Fəhlələr, nə bilim, işə yemək aparmayanlar, məktəbdən gəlib dönər yeyənlər, bəli, bizi həqiqətən də Azərbaycanın demək olar ki, yarısı dönər yeyir və hər birinizə təşəkkür edirəm bu söhbətin üçün yeyir. Özdən müğayət olun dostlar. Növbəti videolarda görüşərik və bu arada bu videonun haralarındasa 5 hərfli söz var. Onları cümləyin hərfləri tapın və bizdən aşağıda şərhlərdə yazın və 60 ücə qazanın. Və yorumlarda aidilərimizi baxın. İlk yazan əlbəttə ki qazanacaq və 60 ücəni bizdən qazanacaq. Bəli. Və yorumlarda aidinizdə aşağıdan qoyun ki biz ucaya ata bilək. Sağ olun.